Gözəl bir komment yazıb qardaşımız. Yazıb ki, qardaş, sənə bir yer açmaq lazımdır ki, insanlara kömək olursan. Hamı birləşsin, sənə bir yer açaq. Hamıya kömək ol. Allah səni qorusun, qardaş. Vallahi. Minnətdaram, gözəl qardaş. Başa dönərəm. Allah razı olsun səndən. Vallahi indi bacardığımı buradan eləyirəm də. Yəni, yaxşı ki, bu TikTok var. Yəni, olmasaydı mən necə bu şeyləri insanlara göstərərdim. Fayda görmələrini təmin edə bilməzdim. Yəni, mən tanımayacaqlar, bilməyəcəklər. Amma belə TikTokun olmağı yaxşı oldu ki, insanlar faydalanır. Allah üçün eləyirəm. Allah bütün xəstələrə şifa versin. Mən özüm də xərçə ilə mübarizədə bir gün mən o mübarizəni saxlasam, inanın ki, o məni üstələyəcək. Mən onu gözəl bilirəm. Ona görə də mən hər gün 10 kilometr yürüyüş edirəm. Bir gün yürüyüş eləməyəndə ağciyərimdə olan şişlərin böyüməyini hiss edirəm. Xışıltı gəlir. Yürüyüşü sürətləndirən kimi, çoxaldan kimi bax o gedir. Əminəm ki, bir gün mən sağlam həyat tərzini buraxsam, yürüyüşü saxlasam, o məni üstələyəcək, məni tərəf eləyəcək.